Sonra Sabiri bu saat ədəbiyyat kitabımızda yazıbsa Mirzə Rəhbər Sabir Tahirzadə rəhmətə gedib 1911-ci ildə qaraciyər sirrozundan qarnına su yığılıb. Xeyr, onun öz şeiri var. Gör nə yazır. Bax, and olsun Allah, mən bunu kitabdan oxumamışam, onun dilindən eşidib deyirəm. Buyurun. Arizi qəmlər üzündən ürəyim şişmiş idi. Zənn edirdim ki, edəcəkdir buna çarə ciyərim. Bəxtimin husinə bax, mən bu təmənnadəykən başladı şişmə özü qarə ciyərim. Öz şeirində deyib. Öz şeirində deyib ki, yəni biri 1910-cu ildə Tiflisə gedib. Gedəndə deyiblər, sənin ürəyin böyüyüb. 2011-ci ildə deyib, sənin qaraciyərin də böyüyüb. Deyir, arizi qəmlər, dərd üzündən ürəyim şişmiş idi. Zənn edirdim ki, buna edəcəkdir çarə ciyərim. Mən bu təmənnadaykən başladı şişməyə o üzü qarə ciyərim. Deyiblər ki, sən qaraciyərində şişib. Bax, o 3 taylı qapağın çatışmamazlığından ölüb. 3 taylı qapağın çatışmazlığı. Onda qarına su yığılır. Bunlar elə bilirlər ki, həkimlər zad elə bilirlər, hamısı bircə qaraciyər sirrozundan qarına su yığılır. Ona görə ölümünü yazıblar bunun, ölümü nədəndir? Qaraciyər sirrozu. Elə deyil, 3 taylı ürək qüsurundan rəhmətə gedib. Rəşmən, o bu dövrdə olsaydı, onu dərhal əməliyyat edib həyata qaytarmaq olardı. Əlbəttə. İndiki dövr bilirsən, çox gözəl dövrdür. Mən sizə deyim, mən 50-ci ildə, 60-cı, 1900-dən gedir söhbət. O illərdə oxumuşam tibbi universitetini. O vaxtı rengində çox çətin idi, bax, nə bilim. MRT nədir, nə danır, heç bir şey. Heç Allahın elektrokardiyogrammasını nə edirdilər bilirsən? Dəhşət idi, foto çəkirdilər. O foto ilə onu çıxarsınlar, plyonkasını, onu oxumaq mı olurdu? Mümkün deyildi. Heç diaqnoz qoymaq mümkün deyildi.